Gəncə hava limanından havaya qalxmış və daha sonra Gürcüstan ərazisində qəzaya uğramış Türkiyə hərbi yük təyyarəsi ilə bağlı ilkin araşdırma detalları bəzi məqamlara aydınlıq gətirir. Özəl, lakin məlumatlı mənbələrin verdiyi informasiyaya görə, hazırki mərhələdə kənar müdaxilə, sabotaj və ya partlayıcı maddə ehtimalı təsdiqini tapmır. Mənbələr bildirir ki, təyyarə Gəncə hava limanında cəmi 2 saat gözləmə rejimində olub. Bu müddət ərzində təyyarəyə kənar şəxslərin yaxınlaşması qeydə alınmayıb və ya şübhəli aktivlik müşahidə olunmayıb. Sərnişin qismində təyyarəyə minən şəxslər hərbi paradda iştirak etmiş F-16 qırıcılarına xidmət göstərən texniki heyət olub. Həmin şəxslər bütün təhlükəsizlik və identifikasiya prosedurlarından sonra göyərtiyə buraxılıb. Məlumata görə təyyarə F-16-lara aid mexaniki ehtiyat hissələri daşıyırdı. Xüsusi vurğulanır ki, göyərtədə partlayıcı maddə olmayıb. Yük hərbi təchizata aid olsa da, döyüş sursatı və ya yanıcı komponent daşımayıb. Bu səbəbdən partlayış və ya kimyəvi fiziki detonasiya versiyası ilkin mərhələdə istisna edilir. Mənbələrin bildirdiyinə görə, qəzadan dərhal sonra aparılan ilkin baxışlarda gövdədəki xarici təsirdən yaranmış deşik izləri görünmür. Bu hal daha əvvəl baş vermiş digər analoji qəzalardan fərqlənir. Məsələn, Azal təyyarəsinin vurulması zamanı gövdədə aydın deşiklər müşahidə olunmuşdu. Lakin bu hadisədə belə izlər aşkarlanmayıb. Hazırda istintaq 2 texniki versiya üzərində daha intensiv işləyir. Metal yorulması və korroziya. Təyyarə uzun illər istismarda olub. Sonuncu dəfə 2020-ci ildə əsaslı təmirdən çıxıb. İlkin ehtimala görə gövdədə korroziya nəticəsində mikroçatların əmələ gəlməsi, daha sonra isə təzyiq altında bu hissələrin dağılması baş verə bilər. Bu versiya real görünür. Çünki Amerika Birləşmiş Ştatlarında eyni model təyyarə daha öncə məhz metal yorulması və korroziya səbəbindən qəzaya uğrayıb. Yükün düzgün bərkidilməməsi. İkinci versiyaya əsasən mexaniki ehtiyat hissələri uçuş zamanı yer dəyişmə edib. Tərpənən ağır detallar gövdənin daxilinə zərbə vuraraq konstruksiyanı zədələyə bilərdi. Bu, təyyarənin hermetikliyinin pozulmasına və nəzarətdən çıxmasına səbəb ola biləcək ssenarilərdən biri kimi nəzərdən keçirilir. Təyyarə düz, açıq əraziyə düşdüyü üçün qara qutuların tapılması çətin olmayacaq. Dağlıq və ya meşəlik zona olmadığından onların tezliklə analizə göndərilməsi gözlənilir. Hadisə ilə bağlı istintaqı Gürcüstan və Türkiyə müvafiq qurumları birgə aparır. Azərbaycan tərəfi isə ilk andan Türkiyəyə tam dəstək göstərib. Bu da iki ölkə arasındakı strateji müttəfiqliyin növbəti təzahürü kimi qiymətləndirilir. Hadisə ilə bağlı yekun qənaət qara qutuların analizindən sonra veriləcək. Lakin indiki mərhələdə kənar müdaxilə izləri yoxdur. Partlayıcı vasitələrin daşınması təsdiq olunmur. Sabotaj ehtimalı zəif görünür. Ən çox ehtimal edilən versiya isə texniki nasazlıq və yükün yer dəyişməsindəki xəta versiyasıdır.